Salam, növbəti dərsimizə başlayırıq. Amonim, antonim və sinonimlərlə zəngin Azərbaycan dilini anlamaq o qədər də asan məsələ deyil. Xüsusən də o zaman ki, bu dil hərəkat və matadrom kimi müxtəlif qəbilədən və təyinatdan olan sözləri birləşdirə bilmək qədər sümüksüz olar. Beləliklə, Azərbaycan dili. Say. Çoxdan idi ki, müxalifəti sayan yox idi. Deyəsən, avqustun 15-dən sonra saymağa başladılar. Və ən qərbəsi də budur ki, elə müxalifət də deyəsən özünü avqustun 15-dən sonra saymağa başlayıb. Özü də sıra sayıyla yox, məhz miqdar sayı ilə. Sürəkli təlqin etmələr, özünü inandırmalar və kütləvi təşviq proseslərinin sonunda müxalifət azadlıq meydanına umud və 60 mindən yuxarı izdihama bel bağlayırdı. Amma umudu da, beli də boş çıxdı. Rejim miting azarkeşlərini şəhərin ucqarına tuşlayanda, yəqin ki, toplumun baş tutmayacağını gözləyir və belə zənn eləyirdi ki, əhalinin sosial narazı qatı qarşısında hələ 1993-cü ildə etimad limitini tükədən demokratların başına nəzərə çarpacaq qədər az adam toplaşacaq. Ola bilsin ki, bu, iqtidarın təbii proqnoz yanlışlıqlarından biri idi. Amma uzun müddətin qeyri-müəyyən göylə getmək kimi kosmik fəza səyahətlərindən sonra yerə enmiş müxalifətin öz ayaqlarından bədgümanlığı faktoru da var idi və görünür məsələnin təkcə baş yox, həm də ayaq məsələsi olması amili, müxalifətçi psixologiyanın böyük bir krizis parçası idi. Hakimiyyət uğrunda mübarizəsi hələ dünən mətbu vasitələrlə məhdudlaşdırılan müxalifətin qəzet və ekrandan düşəndən sonra necə yeriyəcəyi və ümumiyyətlə yeriyə biləcəyi əhəmiyyətli məsələ idi. Miting baş tutdu, öz kəmiyyət və keyfiyyəti ətrafında hədsiz suallar doğuraraq. Bəlkə də müəyyən zaman parçasından sonra hərəkatların gücü ilə matadromla da ölçüləcək. Necə ki, mühərriklərin qüvvəsi at gücü ilə ölçülür. Amma bundan ötürü orta matadrom qüvvəsini tapmaq gərəkdir. Avqustun matadrom mitinginin yazılmayan tarixə həkk olması danılmazdır. Bəli, miting keçirildi də, baş tutdu da. Lakin mitingin əsas göstəricisi olan say tərkibi ətrafında gəzən söz-söhbətlər hələ də qulaqları eşir, gözləri qapıyır. İstər mitingi keçirənlərin, istərsə də mitingə qarşı çıxanların sovet əhval-ruhiyyəsində böyüməsi o dövrün evrikası, pripiska fenomeninin şuurda özünə yer elədiyini miting haqq hesabı özündə biruzə verdi. Müxtəlif mənbələrin müxtəlif rəqəmlər deməsi mitingin say hesabının aparılması üçün müəyyən zəmin yaradır. Müxalifətin mitingçilərin çox, iqtidarın etiraz aksiyasının iştirakçılarının az görmək istəməsi təbii haldır. Elə bu səbəbdən də iqtidar 7, 12, 3500, 2500, 3000 deyir və bunu ispat etmək istəyirdisə, müxalifət 15000, 25000, 35000 və nəhayət rekord göstərici kimi 60000 rəqəmindən istifadə edirdi. Matadromun görünüşü. İdmançıların ümumi düzülüş yeri adlanan zonanın ümumi sahəsi 7200 kvadrat metrə bərabərdir. Avtomotokros məşq yolunun ümumi sahəsi 5280 kvadrat metrə bərabərdir. Yəni eni 6 metr, uzunluğu 880 metrdir. Avtomotokros məşq yolunun 100 metrlik sahəsinin mitingçilərin ixtiyarında idi. Yəni cəmi 600 kvadrat metrlik sahə. Hesabatlar apardıqda bəlli olur ki, birincisi, İdmançıların ümumi düzülüş zonasında ən sıx halda hər kvadrat metrə 4 nəfər yerləşdirilsə, bu sayədə 28800 adam yerləşə bilər. Bununla da 35000 və 60000 rəqəmlərinin həqiqətə uyğun olmaması sübuta yetirilir. İkincisi, çəkilişlər zamanı bəlli olur ki, idmançıların ümumi düzülüş zonasının bütün sahəsi yox, yalnız görünən qədərində mitingçilər olub. Nəzərə almaq lazımdır ki, mitingçilərin sırası əsas tribunadan uzaqlaşdıqca ədədi silsilə üzrə azalırdı. Təbii ki, belə olan halda orta sıxlıq həddi mitingçilərin son sıralarında azalaraq 1 kvadrat metrə təqribən 1,4, 1,6 nəfər edir. Radiusu 50 metrə bərabər çevrədə keçirilən mitingin sağ və sol tərəflərində də boş zonaların həndəsi dillə segmentlərin olması aydın görünür. Üçüncüsü, əsas tribunanın sağ və sol tərəflərində yerləşən zonanın iki sektoru dolu idi. Hər bir sektorda oturacaq yerlərinin sayı 200-ə bərabərdir. Beləliklə, oturacaq sektorlarının pillələrinin və məhəccərlərin dolu olmasını nəzərə alsaq, təqribi 1000 nəfərin əsas tribunanın sağ və solunda olmasını ilkin rəqəm kimi götürmək olar. Avtomotokros zolağında sıxlığın maksimum, yəni hər kvadrat metrə 4 nəfərin düşdüyünü hesablasaq, təqribən 2400 nəfərin də müxalifət liderlərinə lap yaxından baxdığını öyrənmiş olaraq və son olaraq, düzülüş sahəsində sıxlığın getdikcə seyrəldiyini, boş segmentlərin olduğunu nəzərə alsaq, ortaq məxrəc kimi normal sıxlıqdan istifadə edərək mitingdə hamılıqla 6500-7000 nəfərin iştirak etdiyini fakt kimi ortaya qoymaq olar. Çünki faktdan başqa fakt yoxdur, müxbir onun rəsuldur. O tək olan faktın adı ilə praktikant İlqar Mikayıloğlu.
Müxalifətin də iqtidarın da eyni qərəz və tendensiyalı baxış prizmasından keçirdiyi mitinqin təhlili son dərəcə qeyri-ciddi istiqamətə yönəlib. Hakimi Mütləq Əliyevin zamanında 5 illik fasilədən sonra çətinliklə də mümkünləşən 5-6 min rəqəminin ciddi yekun olması amili ilə barışaraq bu faktı primitivcəsinə konstatasiya yox, dərrakəli təhqiq etmək gərək idi. Demokratların çağırışına gələnlərin niyə ifrat az olması, sosial bazanın gözlənilmədən artacağına sadədil ümidi niyə doğrulmadığı təbii ki, müxalifəti narahat etməli idi. Lakin bu təbiilik baş vermədi. Əvəzində müxalifət barmaq hesabına qurşandı. Və bu mülahizəni qətiyyətlə dilimə gətirirəm ki, əgər demokratların analitiklər qrupu Matadrom toplanışının kəmiyyət faktorunu yox, keyfiyyət tərəfini araşdırsaydı, təhlil daha konstruktiv mətləblər üzə çıxarardı. Avqustun 15-dən keçən bir həftə ərzində hələ ki kəmiyyət ətrafı təhqiq diskut ovqatı dominantlıq təşkil edir, müxalifətin təsir dairəsində fırlanan dövrü mətbuatında bu mətbuat yanında fəaliyyət göstərən ekspertlər qruplarının da diqqəti əsas problemlə yayındırılıb. Hamı saymaqdadır. Bəh-bəh, Xəzərin sahilinə Melkades maqnit gətirib. Əcəba, nə möhtəşəm sensasiya. Kəmiyyətin keyfiyyətə keçməsi qanununun Azərbaycan variantı kimə işləyir? Rejimə, anti-rejimə yoxsa xalqa? Əliyev administrasiyası heç şübhəsiz ki, miting amilinə iki obyektivdən baxır. Bu obyektivlərdən biri sadə cəmaatdan ötürüdür. Və o, əslində olanı necə göstərmək yox, olmayanı necə göstərmək funksiyası daşıyır. Söhbət rəsmi efirdə nümayiş etdirilən adda-buda toplu kadrlarından və onların müstəqil telekanallara baxmaq imkanından məhrum əyalət tamaşaçısına ünvanlandırılmasından gedir. Ucqar sosial fərdin kütləvi narahatlıq komponentinə çevrilməmək profilaktikası tək düşünülən bu metod, prezidentə hələ də avam bir məhəbbətlə iman gətirən Gədəbəyli yaxud Astralının ictimai təfəkkürünü inhisarda saxlamaq fəndidir. Və klassik fabrik-zavod sorğuları bu təkəmseyrək kadrlara bir tərtibat verir. Mən inanıram ki, dünən heyvandarlığın zərbəci cəbhə olduğuna inandıranların əqidə və məntiq qüvvəsi bugün ictimai qabarmanın yersiz və vaxtsız olduğuna əmin etməyə çatmazdı. Əgər əyalət tamaşaçısına hadisənin alternativ təsviri də təqdim olunsaydı. İqtidar və müxalifət təfəkkürünə pərçim olunmuş ksenofobiya mühiti Matadrom müstəvisində sadə bir say həqiqətinin qəsdən mürəkkəbləşdirilməsinin baş səbəbidir və elə bu səbəbdən də hər iki tərəf inanmadığı gözü ilə gördüyünə inandırmağa çalışır. Rejimə say ətrafı diskusiya başqa səbəbdən də maraqlıdır. Meydana və ya Matadroma bugün çıxan kütlənin çəkisini kilo ilə ölçmək yalnız Azərbaycan iqtidarının və Azərbaycan müxalifətinin ağlına gələ bilərdi. Lakin iş burasındadır ki, rejim müxalifətin bir vaxt qazanıb başqa bir zaman rayonunda itirdiyi etimad limitinin yenidən qazanılması faktoruna inanılan günün məhşər olacağını fəhmlə duyur. O, rayonlarda müxalifətin yalnız Azadlıq radiostansiyasının gücünə elektorat qazanacağına az inanır və gözəlcə dərk edir ki, bu dəfəki seçkinin taleyini elə Azərbaycan kəndində və rayonundaca həll etmək olar. Rejim Belarusiyada Lukaş aqibətinin yaxın 5 il üçün Azərbaycanda da qənaətbəxş olacağını umudludur. Bu mənada əyalətin siyasi keyliyi ilə müşayiət olan fəal paytaxt vəziyyəti Bakı üçün də qüvvədədir. Avqustun 15-i nümayiş etdirdi ki, seçki mübarizəsində epicentri paytaxta düşür. Rejimin sakit və sabit üzünün əvvəlində qabarıq bir güya var və 15 avqust nümayiş etdirdi ki, iqtidar hirs və iqqəsində olmazın əzabla boğur. Növbəti dəfə hər şey başqa cür qutara bilər. Əlbəttə, biz seçkidən sonra Əliyevin repressiya kursu götürüb, müxalifətin faal siyasi nöqtələrini iflic edəcəyini inanmaq istəməzdik və ola bilsin ki, prezident özü də belə bir fantaziya real baxmasın. Ancaq görünür, bu mülahizənin yiyələri Əliyevin şəxsi keyfiyyətlərindən xoflanır, onun kininin gücünü proqnozlaşdırır. Sayın görünməyən tərəfi və ya ikinci üzü prezidenti hesablanır. Mənə elə gəlir ki, bu saat üstündə baş və sayğac sındırdığımız miting kütləsinin çəkisi barədə ən dürüst məlumat elə Heydər Əliyevin özündə olar. Hətta ətrafının onu aldatmaqda maraqlı olması faktı olsaydı belə, prezidentin aldanmaq marağının olmaması daha dürüst olardı. Əliyev Matadromdan başlayan uğultuya diqqətlə qulaq asmalı, dövlət maşınının mühərrikində baş verən qüsurları nəzərdən keçirməli, bu maşının qəzaya uğraması ehtimalının dərəcəsindən asılı olmayaraq kapital profilaktik təmirə başlamalıdır. Azərbaycan Sovet siyasətinin sosialist realizmindən, müxalifətin həmişə mənfi iqtidarın həmişə müsbət obrazlarda təqdimatından çəkinmək vaxtıdır. Rejim anlamalıdır ki, o, 5 ildə iqtidarlaşmada puxtələşibsə, müxalifət də müxalifətçi peşəkarlığına yiyələnib. Bircə toplanış iştirakçılarının sayı rejimi yalnız bir kontekstdə ciddi narahat etməlidir. Axı 93-cü ildə demokratların ətrafında bu sayda adam yox idi. Bugün Matadroma sürmək, özü də qızğın müxalifət ömrü sürmək adına buyuranlar əslində Əliyevin sırağa günkü ətrafıdır. Necə ki, meydanın yuxarısının böyük bir hissəsi dünənki Əliyev tərəfdarlarından komplektləşdirilmişdi. Deməli, Əliyev yuxarıdan da, aşağıdan da itirib və bu itki artıq gözlə görünən qədərdir. Adətən prezidentlərin reytingində nisbi tənəzzül onun fəaliyyətindən 6 ay 1 il keçmiş başlayır və bu da ilk növbədə onunla bağlıdır ki, kimsə liderdən dərhal və effektli dəyişikliklər, təcili nəticəli tədbirlər, kimsə vəzifə və imtiyaz gözləyir. Və ilk bir il ərzində möcüzə baş vermədiyini müşahidə edən elektorat liderin ətrafından yayınır. Fəaliyyətdə olan prezidentlərin reytinginin yeni tərəqqi dövrü onun mühlətinin sonuna yaxın baş verir. Bu artımı liderin növbəti mühlətə iddia kontekstində atdığı addımlar,
seçki qabağı populist qərar və fərmanları təmin edir. Elə bu məntiq də prezidentin indiki reytinq vəziyyəti üzərində ciddi baş sındırmağı tələb edir. Əvvəla ona görə ki, Əliyev məhz bu il bir sıra əhəmiyyətli və tarixi fərmanlar imzalayıb. Ölüm cəzasının ləğvi və senzur anardan qaldırılması, minlərlə məhbusun əfvi və vaciblərin artırılması və daha bir neçə populyar addım. İlk baxışdan bu addımlar onun sosial bazasını artırmalı və matadrom amilini qeyri-ciddi vəziyyətə salmalı idi. Ancaq görünür hələ 2 il bundan qabaq yaxın rəqibindən 80-90% irəlidə olan Əliyevin indi götürdüyü 50-60% vəziyyətin əhəmiyyətli surətdə dəyişməsinin şəklidir. Müxalifət Azərbaycan dilinin qrammatikasında say səciyyəsinə xüsusi üstünlük verilməsinin yalnız bir bəraəti ola bilər. Hər hektardan artıqlaması ilə 1-5 illikdə 2-5 illik mövzusuna fantaziya eləsək, təxminən belə bir cümlə almış olarıq. Hər meydandan 100.000 baş iştirakçı almaq. Sonra da hakimiyyətlə mübarizənin həm də intensiv yox, ekstensiv genişləndirilməsinə cəhd və salam. Əgər müxalifət hesab edirsə ki, bugün matadromda izdiham mühərrikindən qulaq tutulur və bu onun xidməti də şübhəsiz yanılır. Çünki izdihamın real təsvirini meydana müxalifətdən razılar yox, iqtidardan narazılar yığılmışdı formulu daha dürüst ifadə edərdi. Və məncə bunlar o qədər də eyni şey deyil. Müxalifətin Birləşmiş Qüvvələrinin liderləri ilk müvəffəq mitinqin eyfariyasındadır. Bu, uzun müddətli fağırlıqdan sonra anlaşılan keyfiyyətdir. Ancaq 5 nəfərin, hətta minimum 50.000-i yığmaması belə onu göstərir ki, rejimin və antirejimin böhranı eyni xassəlidir. Mitinqə gələnlərin sayının prioritetləşdirilməsi müxalifətin də analoji problemidir. O istərdi ki, Azadlıq Radiosunun Astralı və ya Gədəbəyli dinləyicisi müstəqil kanallardan məhrum ucqarlıqda radio interşumunun müşahidə etdiyi qeyri-real rəqəmlə demokratların populyarlığına inansın və bu məsələnin ən bəsit təfəkkür üçün nəzərdə tutulanıdır. Digər tərəfdən müxalifətin keyfiyyət yox, kəmiyyət ardınca qaçaraq əslində kəmiyyətin ilə keyfiyyət olduğunu qandırmaq cəhdləri və yalnız öz həqiqətinin mütləqliyini qəbul etməsi düşərgədəki vəziyyətin iqtidardakı şərait oxşar olduğuna eyham vurur. Miting kontingentində olduğundan az göstərən rejimlə onu olduğundan artıq göstərən antirejim arasındakı münasibətlər ciddi təhlil tələb edir. Çünki söhbət nə sayanda, nə sayılandadır. Əslində başlıca mövzu bu 5-600 yaxud 5-6 min adama nəyin və necə deyilməsindədir. Müxalifət güya 5 il hazırlaşdığı mitinq əslində hazırlıqsız gəlmişdi. Və söhbət təkcə ondan getmir ki, natiqlər şifahi xarakterli çıxışlar eləyir, improvizələrə yol verirdilər, həm də iqtidarın siyasətini ciddi əsaslandırılmış təhlillərlə şərh etmirdilər. Və mənə elə gəlir ki, bu çıxışlara qabaqcadan hazırlaşılsaydı, Elçi bəy cəmaatın boyuna belə bir siyasi səhvi qoyub, özü də onu dəstəkləməz, heç olmasa elementar siyasi savad ibtidailiyi nümayiş etdirərdi. Bugün burada sizler devletin istifasını istediniz hakimiyetin. Bəli, istifa vermelidir. Elçi bəy neçə olmasa buna məntiqi çatardı ki, dövlət iqtidarın və ya hakimiyyətin sinonimi deyil və dövlət istifa verməlidir cümləsini deməkdən ötürü 70-ci illərdə dissident, 92-ci ildə prezident, 5 il kənd dustağı olub, sonra da Bakıya möhtəşəm bir minnət sünnətlə qayıtmağa dəyməzdi. Cümlələrin bir-birindən rabitəsizcəsinə kənarlığı, yersiz təkrarçılıq, Əbiyev kimi müdafiə naziri yoxa çıxacaq tipli avantüralı eyham Elçi bəyin çıxışını səliqəsiz və atüstü məzmuna salırdı. Bilmək olmurdu ki, Ne için indiki iktidar bir ziyalıları ya pulla ya medalla alıp onların içini sındırır. Sabırlar olsun. Ancak bir şey de var. Ben o ziyalıların məşrətini tanıyıram, hürmetim var, hürmetim olarak kalacaktır. Bir dalgasına kulasın. Heydər Əliyev hakimiyyətində oturanlar hiçbir ziyalı olmadığı için ziyalıları çağırıp dile tuturlar. Burada duranların hamısı ziyalılardır. deyə bəyan edən Elçi bəy içindən sındırılmış o ziyalılara niyə hörmət eləyir və o hörmət niyə qalacaq içindən sındırıldığına yoxsa Əliyevdə medal aldığına görə? Elçi bəyin nitqinin qüsurluğu, Azərbaycan dilini ibtidai səviyyədə bilməsi və oratorluq keyfiyyətləri ilə məsələn İsa Qəmbər, Sərdar Cəlalıoğlu kimi yetirmələrin uduzması onun bu çatışmazlıqlarını malalamaqdan ötürü vacib olan digər keyfiyyətləri zəruri edir. Nəzərə alsaq ki, onun çıxışında konseptual təhlil və ya ciddi araşdırma bir qayda olaraq çatışmır və Elçi bəy həmişəki kimi kütlənin qara tərəfinə işləyir və onlarla arasında olan kodun hesabına fanatikləşmiş belə qruplarla dostlaşır. Müxalifət hazır cavablarından biri İsa Qəmbərin də mitingdə çıxışı xəlqi və mətbəxi bir məntiqlə zəngin idi. O əlindən gələn etsə də, yadda qalan yalnız matadromun adının azadlıq adı ilə sinonimləşdiriləcəyini proqnozlaşdıran nitq parçası oldu. Əlbəttə, ola bilsin ki, İsa Qəmbəri baba hazır cavab reputasiyası gözləyir və bu baxımdan liderin böyük gələcəyi var. Amma elə buna görə də o azadlıq və ya matadrom adlandırılmasından asılı olmayaraq istənilən meydana hazırlıqlı gəlməlidir. 5 illik hesabat mənası daşımalı olan bu nitq İsa bəyin 91-ci ildə AXC-nin qurultayındakı çıxışından ciddi seçilmirdi. Son 4 sətri istisna etsək.
İsa Qəmbərin xalq qabağına çıxmaq məsuliyyətini elə bu səlahiyyət yanında kiçicik bir məsələ hesab etməsinə inanmaq istəməzdik. Ancaq əməlli başlı araşdırmaya ehtiyac duyan, ola bilsin ki, 1-2 gün əvvəl kulvarlarda söhbət mövzusu olan xalq qurultayı ideyası da axı İsa Qəmbərin yeknəsək intonasiyasının müşayiəti ilə darıxdırıcı və səthi bir təklif kimi qulağa dəydi. Bu qurultay nümayəndələrinin yerlərin 50%-ni Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalara və ictimai təşkilatlara verə bilərik, onların nümayəndələrinə verə bilərik. 50% isə xalqın say hesabı ilə seçilən, bir növ majoritar qaydada seçilən nümayəndələrinə verilə bilər. Azərbaycanın bütün bölgələrində, bütün rayonlarında, bütün kəndlərində bu qurultay nümayəndələri müəyyənləşə bilər və bir aya, ay yarıma biz bu nümayəndələrin hamısını müəyyənləşdirəndən sonra bu ümumxalq toplantısını, ümumxalq qurultayını keçirə bilərik və həmin qurultayda da artıq heç kim deyə bilməz ki, burada danışanlar xalqın adından danışmırlar. Orada seçilib gələn hər bir şəxsin xalqın adından danışmaq hüququ da olacaq və həmin nümayəndələr də yaranmış vəziyyəti müzakirə edib son qərarlarını da verə bilərlər. Mən hesab edirəm ki, biz bunu həyata keçməyə başlasaq, təxminən sentyabrın axırına qədər buna nail ola bilərik. Və sentyabrın sonunda belə bir xalq qurultayı keçirib sözümüzü deyə bilərik. Azərbaycanın ya bədbəxtlikdən, ya xoşbəxtlikdən bir milli məclisi var və alternativ parlamentin yaradılacağı yeni şərait inqilabdan qabaqki Rusiyadan tanışdı. O zaman Leninin təşəbbüsü və dəstəyi ilə Fəhlə kəndi əskər şuraları yaradılırdı. Bu, sonradan ölkədə iki hakimiyyətliyin bazası olmalıydı və oldu. Bundan sonra vətəndaş itaətsizliyi gəlirdi və gəldi. Sonrasını xatırlatmağa və proqnozlaşdırmağa ehtiyac yoxdur. Doğrudanmı ac və acıqlı Azərbaycan vətəndaşını belə bir təhlükəli riskə qoşmaqla ölkədə iki hakimiyyətlik münasibətləri və vətəndaş itaətsizliyi fonu yaratmaq? Bəlkə kifayət qədər ağıllı İsa Qəmbər öz ardıcılarını belə bir təhlükəli riskin altına girməyə hazır hesab edir. Hər halda xalq qurultayı kimi cazibədar və ibtidai demokratiya ənənəsinə qayıdış nəzəriyyəsinin praktikasını da təsəvvür etmək pis olmazdı. Tutaq ki, dövlət bu qurultayı çağırmadı. Onda belə çıxır ki, müxalifət o qurultayı özü çağırmaq məsuliyyətini üzərinə götürəcək. Bu, Milli Məclisə paralel olan ikinci qurum olmaqla yeni xalq deputatları meydana çıxarmayacaqmı? Və belə olan halda Milli Məclislərin formalı və ya qeyri-formalı gücü çıxacaq. Qanunlar müharibəsinin və dövləti böhranın başlamayacağına kim zəmanət verəcək? Bu suallar kifayət qədər ciddi və təhlükəlidir. Hər halda az cəmaət bilmək istərdi ki, müxalifət ondan nə istəyir və onun istəyi ilə müxalifətin niyyəti nə qədər üst-üstə düşür. Mövqe və prinsip sapması örnəklərinin tribunada görünməsi faktı kimi Azərbaycan siyasi publisistikasının ən görkəmli nümayəndələrindən biri Sabir Rüstəmxanlının, Azərbaycan liberallarının lideri Lalə Şövkətin yenidən təğyirli bas olub xalq arasına çıxması matadrom təzadlarından biridir. Onların çıxışı da gözlənilən analitik təfəkkürün yox, ya ortaba poetik hissin, ya da zərif məxluqun kişiləşmə istəyinin yaratdığı anormallığın nümayişi oldu. Sinədəftərpərvər cəmaatımızın qarşısında kağızdan oxumaq kompleksini sındıra bilməməklə, yalnız qrammatik təyinat üzrə yox, başqa təmayüllü səhvlərə də yol verən natiqlərə bir redaktor tövsiyəsi vermək istəyirəm. Cənablar, sizin dediklərinizin çoxu təzə və maraqlı deyil. Əlbəttə, biz müxalifətdən olan həmkarlarımıza nağıl danışanda ehtiyatlı olmağı, hətta Axundovun məşhur meymunu yadınıza salmayın nəbadəliyini xatırlada və canavarın üz-üzə durduğu keçinin buynuzlarını tərifləməyi və ümumiyyətlə sadə cəmaatın yadına təzədən keçi salmaq barədəki statı məsləhət bilməzdik. Amma demokratiya həm də nağıl azadlığıdır. Təbii bioloji artım, yəni dünənki 35 yaşlıların bugünkü 40-45 yaşlılara çevrilməsi, bu baxımdan biraz müdrikləşməsi, maddi durumun fərqliliyi ki, bu da 5-6 il əvvəlin piyadalarının cəmaatın içinə xarici maşınlarda gələrək kasıbların mənafe qorucusu qiyafəsinə varid olması inanılmazlığı, əlbəttə ki, daxili vəziyyətin süni sürətə fərqləndirilməsi, kartejli cangüdənli təntənələr, sadaladığımız digər fərqlər yalnız zahiri deyil. Bu yerləşdiyi şərti yuxarının onlara verdiyi fürsətin yuxarıdan aşağı baxmaq imkanı kimi qəbul variantı da var. Eyni qüvvələrin hər dəfə özünü müxtəlif adlarla ortaya qoyması onu sübut edir ki, müxalifətçilər köhnə yarlıqların imdaşlaşdığını, keçmiş təqdimatların yaxşı assosiasiya doğurmadığını dərk eləyir və avqustun 15-də izdiham dilinin sit-suh novayazına sındırılması da elə bu deməkdir. Meydanın və təşkilatın necə adlandırılmasının fərqinə varmadan təxmin etmək olar ki, ictimai təfəkkür nə iqtidarı, nə də müxalifəti yeni siyasətin daşıyıcısı şəxsində qəbul edir. Ola bilsin ki, İsa Qəmbər Əliyevin hakimiyyətə gəlməsindən sonra yaranmış təsəlli və yaxud ya Allah mühitinin təbiilini qəbul edərkən, o ümidlərin həyata keçmədiyi təqdirdə sadə cəmaatda mif yaradıcılığı üçün əbədi yer qalacağını dürüst şərh edir. Amma sadə cəmaat, demokratların da hər şeyə qadirlik əfsanəsindən keçib və yeni etimad dövriyyəsinə girmək praktik olaraq mümkün deyil. Xudayar bəyin kəllə qəndinə bənzər bu predmet əslində start və finişə işarədir. Demokratların yenidən zühuru iki əhval-ruhiyyədə qəbul edilir. Bu start demokratların revanş istəyi ilə də bağlanır və Azərbaycanda xortlamışlardan qorxduqlarından müxalifətin zühur etdiyinin yox,
xortlandığının fərqinə varanlar yaxalarına iynə taxıb bu xofdan müdafiə olunmaq niyyətindədir. Demokratların yeni qayıdışını bir mahiyyət faktı kimi qəbul edənlər isə onların da indiki iqtidar kimi yenidən proqramsız və konsepsiyasız, hətta konspektsiz varid olduğu siyasi mühitdə şifahi siyasət aparacağından, növbəti prezidentimizin də Vaşinqtonda Ağ Evdə 21 dəqiqə əvəzinə 50 dəqiqə çıxış yapıb New York Times'da biabır ediləcəyindən şəklənir. Əlbəttə, demokratlar da Azərbaycanlıdır və onlar milli mentallığımızın seçdiyi məclisin yerli Kaligulanı Allah vəzifəsinə yekdiliyi ilə təsdiq edə biləcəyindən, sonra səs vermə hüququndan elə bu sayaq bəhrələnə bilər. Nə qədər çətin olsa da natiqlərin çıxışındakı sistemsizlik, məntiqi qeyri-ardıcıllıq, bəzən mətbəx səviyyəli araşdırmalar, onun əslində qeyri-professional bir tərzdə hazırlandığı, siyasi estrad ulduzlarımızın repertuarının əsasən şiləgerlərdən tərtib olunduğu barədə düşündürür və çıxışlardan abırlı başlı elmi konseptual bir şey qayırmaq mümkün olmur. Hər halda cəhd işgəncə deyil. Bizcə, mitinqin əlini ayağını bir yerə toplamaqda qətnamənin faydası ola bilər. İrəli sürülən tələblər prezidentlə bağlıdır. Və əgər Əliyev bizim tanıdığımız Əliyevdirsə, yaxud Qərb artıq onu öz vəzifəsini bitirmiş, indi getməsi mütləq olan bir xadim hesab etmirsə, deməli bu tələblər müxalifətin dəm buraxma funksiyasından irəli getməyəcək. Əliyev seçki kampaniyasını dərhal dayandırmaqla seçki müddətini dəyişdirərsə, təkcə konstitusiyanı pozmayacaq, eyni zamanda qətnamənin əvvəlində, seçki sözünün əvvəlində yazılmış saxta epiteti ilə də razılaşmalı olacaq. Prezidenti Mərkəzi Seçki Komissiyasının tərkibinə əl gəzdirəcəyi, telesiyasəti dəyişəcəyi də inanılmazdır. Siyasi motivlərlə həbs olunanlar və siyasi dustaqların azadlığa buraxılmasını, repressiyaların dayandırılmasını, vətəndaşların hüquq və azadlıqlarına qəsd edənlərin məhkəməyə verilməsinə, hüquq mühafizə orqanlarından siyasi məqsədlərlə istifadə olunmasına son qoyulması tipli tələbləri isə kifayət qədər qeyri-politik Əliyev ümumi təbliğati oyun kimi qəbul edə bilər. Qətnamənin kazino fırıldağı, Milli Bank binasının tikintisindən 20 milyon dollar, qaçqınlara ayrılan yardımdan 50 milyon dollar, Səhiyyə Nazirliyi sistemindən 30 milyon dollar, Səbail Bankından 40 milyon dollar xalq əmlakının mənimsənilməsi və sair kimi faktların araşdırılmasını tələb edən maddənin də təhqiqinin bir günün bir ayın işi olmayacağı aydındır. Qətnamənin Quliyevin Əliyev ittihamları ilə bağlı maddəsi iqtidarın bu tələbə nəzər yetirəcəyini mümkünsüz eləyir. Ziya Bünyadovun ölümünün iqtidarla əlaqəli olduğunu yəqinləşdirən və qatilin tapılmasını, xüsusi təyinatlı polis dəstəsi məsələsinin yenidən araşdırılmasını və günahsız məhbusların buraxılmasını tələb də yerinə getirilməyəcəyi bəri başdan bəlli olan bəndlərdir. Xalq qurultayı ideyasını verən müxalifət nə üçünsə bunu elementar Mərkəzi Seçki Komissiyası yaratmazlığına bələd olduğu iqtidardan çağırmağı tələb edir. Qəribə burasıdır ki, qətnamədə bütün natiqlərin çıxışının bismillahı olan Qarabağla əlaqədar bir bənd də yoxdur. Sitsuğun yaradılmasının rəsmiləşdirilməsi və xalqın Sitsuq sıralarına çağırışı isə mahiyyətcə köhnə, bəlkə də klassik axıcı başlanğıcı üçün xiffət məsələsidir. Belə çıxır ki, qətnamə əslində qəsdən qısa müddətdə yerinə getirilməsi mümkün olmayan tələblərdən tərtib olunub və bu, hər şeydən qabaq avqustun sonu, sentyabrın əvvəlindən nəzərdə tutulan mitinqin keçirilmə mütləqliyi ilə bağlıdır. Qətnamə, xüsusi təyinatlıların, həbsxanalarda yatanların qohum-əqrabə və yaxınlarını, prezidentin və ya qanunun qorxusundan sərbəstliyini itirmiş şəxsləri öz ətrafına çəkmək fəndi də ola bilməklə sənədə strateji səciyyə verir. Mitinqdə Qarabağ əlahiddə bir müzakirə vahidi tək tribunaya qaldırılmışdı. Azərbaycanı yalnız o adamlar idarə edə bilər ki, onlar Qarabağı qaytarsınlar. Allah Teala Bəqərə surəsinin 194-cü ayəsində buyurur: Sizə təcavüz edənə, sizə təcavüz eləyən sayaq siz də təcavüz edin. 191-ci ayədə buyurur, əmr edir: Sizi çıxardan yerdən siz də çıxardın onları. Konstitusiyanın 111-ci maddəsi deyir ki, Azərbaycan torpağının bir hissəsi işğal olunarsa, prezident həmin ərazidə hərbi vəziyyət elan eləməlidir və yaxud bütün Azərbaycanda. Allah Teala'nın əmrini, konstitusiyanın göstərişini yerinə yetirməyən dövlət başçısı, şərəfsiz halına salan, lakin bu günləri bizim gerçekliğimizin en acı faciəli bir günü ondan ibarətdir ki, biz Qarabağı yaddan çıxarmışıq. Bu son 5 il siyasətinin acı bəhrəsidir. Qarabağ yaddan çıxıb. Qarabağsız Azərbaycan ola bilməz. Bir hakimiyyətçi xalqı öz arxasında birləşdirib düşmənin üstünə aparmaq əvəzinə düşmənin rəhbərini öz paytaxtına dəvət edir, o hakimiyyət dəyişilməlidir. Amma deyim ki, mən çeçenlərlə bir sırada Azərbaycanlıların adını çəkərək imperiyanın belini sındıran Azərbaycan xalqının qəhrəmanlığından güya vəcdə gələn Elçi bəyin, nə də mitinqə hələ bir xeyli varkən Qarabağı zorla almağın tərəfdarı kimi çıxış edən bu xanımın dediklərini ciddi qəbul etdim. Müstəqilliyimizi qorumaq lazımdır. Torpaqlarımızı geri almaq lazım. Bizim ən əsası yeməkdən də vacib. Hər şeyimizdən vacib bizim
torpaqlarımızdır. Bizim torpaqlarımız qorunmalıdır. 1992-ci il Haterk döyüşündə həlak olmuş balalarının dəymiş iyindən burnuna, dərdin acısından gözünə dəsmal tutmuş binəsibləri və bu zavallıların söyüş və təhqirləri qarşısında qapını içəridən bağlayıb oturmağa məcbur olan demokratları unutmamışam. Və cəmaat da həmin cəmaatdır. Rejimin sayəsində ondakından da gözü qıpıqdır. Təsadüfən demokratların revanşı baş tutsa, deməli, hakimiyyət də elə həminki olacaq və onda belə bir mənzərə təkrar oluna bilər. Söhbət sentyabr ayının 8-də baş vermiş xalqın və onun avangard cəbhəsinin qeyri-adi qalmaqalından gedir. Xəbərçiyə məlum, xalqa isə naməlumdur ki, iyul ayının 19-da Qarabağın Haterk çöllərində erməni silahlı qüvvələri tərəfindən bizim əskərlərin tutduğu post DŞK tipli silahlardan atəşə tutulub 4 saat şiddətli savaşdan sonra ləğv edilmişdir. Sözün əsl mənasında axır damla qanına qədər vuruşan bizim əskərlərin meyidlərini ermənilər buldozerlə üstünü torpaqlamışdılar. Bir müddətdən sonra bizim ordu Haterk çöllərini ermənilərdən azad etmişdir. Şəhidlərin ailələri artıq oğullarının ölümü haqqında məlumat almışdılar. Təbii ki, uşaqlarının heç olmasa meyidlərini torpağa tapşırmaq ümidi ilə yaşayırdılar. Meyidləri gətirməyə onlara çoxları söz verirdi. 20 nəfər gedir Səqəmbərovun özünə söhbət edir. O deyir ki, bir ay müddətinə xəbər çıxacaq. Xəbər də bunu beləli gətirir, bir nəfər ətrafında fırlanır. Rəsul Özkəndər həmin də çıxdı millətin qabağına. Desin, nətər ki, o millətə deyir ki, göndərmişəm razvedka, aradan razvedkası işləyib. Əlacsız qalmış valideynlər öz balalarının izinə düşüb tapırlar. Lakin bu şəkildə gətirirlər şəhidlər xiyabanına. Bir gecə uşaqları ilə zil yük daşıyan maşınların belində qalıb, sabahsı günü günorta dəfn etməyə imkan tapırlar. Artıq qəhrəmanlarımızın 48-ci gün ortası keçirdi. Verirsə mənə aparım özüm dəfn eləyim. Götürüblər bura dəfn eləsinlər qadarlar. Birdən improvizə edilmiş dərdli valideynlərin mitingində tamamilə kənar şəxslərin çağırışları səsləndi. Maşınların yerisi kimdir? Xotlasın cəmaat hamı düşsün, bir nəfər kimi qabağını düşsün. Sürücülər xotlasın cəmaat qabağı ilə gedəyin ora. Aparanı iki də aparı və getəndə 2 kürətmi yalvar. Əbülfəz Elçibəy ola bilər ki, işinin çoxluğundan şəhidlər xiyabanını axır vaxtlar ziyarət etmir. Elə bu səbəbdən valideynlər Azərbaycan xalqın cəbhəsində şəhid olan balalarını düz prezident rezidensiyasının qarşısına gətirdilər. Lakin bu dəfə Əbülfəz bəy Teçir xanımı yola salırdı. Görüş yenə də alınmadı. Rezidensiyanın darvazaları bağlandı. Azərbaycan prezidenti Qarabağ problemini həll edə bilmədi. Nisbi sakitliklə kifayətləndi. İqtisadi böhranı aradan qaldıra bilmədi. Nisbi sakitliklə kifayətləndi. Bu 5 ildə bir sahib Sayılovda tapılmadı. Amma imarətlər, mülklər tikildi. Bütün bunlar hamının bildiyi və bütün mətbəx kulvarlarının artıq çeynəyib tüpürdüyü məsələlərdir. Başlıca mətləb yeni meydana çıxmış mitingin daha nəyinin təzə olması barədəki suallardır və bu da təxminən belə cavablandırılır ki, həzərat, problemlərimiz demək olar ki, köhnədir, bu səbəbdən də sizə təzə heç nə deyə bilməyəcəyik. Demədilər də. Amma köhnə problemi də təzə yolla aradan qaldırmaq olardı. Təfəkkür təzə deyildi və tribunada peyda olan Lalə Şövkət də, İlyas İsmailov da, Elçi bəy Veysa Qəmbər də, Rəsul Qulevin kölgəsi də yaxşıca unudulmağa başlamış, amma sonadək buna macalı çatmamış köhnələr idi. Sabir Rüstəmxanlı bu dəfə Xəlil Rızanın yox, Ramiz Rövşənin yanında şeir deyirdi. Meydan tarixinin bu dəfə matadrom şəklində təkrarı, müxalifətin iqtidarın da zəif yerlərini bir-birinə göstərdi və bu zəif yerlər bir-birinə Allahsızcasına bənzədi. Özü təkcə ona görə yox ki, İsa Qəmbər öz çıxışını Sovet liderlərinə, lap elə indiki Əliyevə xas olan eşq olsunla bitirdi. Əsla. Bu analoji qüsurlar ilk növbədə hakimiyyətə gəlməyin qanuni yollarını kəsən və hər dəfə əsəbi bir hövsələsizliklə iqtidara gələnlərin orqanizminin tərkib hissəsi olduğu üçün təhlükəlidir. Və vaxtsız doğulmuş düşük hakimiyyətin vaxtsız ölümünü öyrəşə bilmirik ki, bilmirik. Azərbaycanın prezidenti ilk dəfədir ki, öz möhlətini qanuni zamanında bitirmək üzrədir. Müxalifət qoysa. Yəqin ki, Əliyev ideal rəhbər deyil. Amma surətpərəst millətin özünə xas tələb və standartları da var ki, bu tələb və standartlar Əliyevi kütlənin gözünə daha baxımlı edir. Matadrom müxalifətə psixoloji üstünlük, iqtidara isə təxminən elə belə bir qeyri-müəyyənlik verdi. Müxalifət indi belə bir mövzuya fantaziya eləyə bilər ki, aya, gör bu miting azadlıqda olsaydı, iqtidarın içindəki niyaranlığında məzmunu bu amilə yaxındır. Əvvəla sayı süni şəkildə azaldılmış iştirakçıların əsl miqdarı nə qədər olardı? Və əgər belə bir mitingi iqtidar təşkil etmiş olsaydı və onun iştirakçılarının da qabağına maneələr, bariyerlər, polis və digər qadağalar atılsaydı, avtobusuz filansız, xalis könüllülük əsasında matadroma yollanan iqtidar pərəsti işgallarının sayı nə qədər olardı? Bu da sizə daha bir qeyri-müəyyənlik ocağı. Müxalifət və iqtidarın toqquşduğu daha bir məqam da var. Matadrom mitingi dağıdılası mümkün olmayacaq qədər böyük idi.
Bu, müxalifətin öz fərsizliyinin əleyhinə atdığı ilk ciddi adım idi. Amma bu addım həm də yeni və daha ağıllı müxalifətçilik gözləyən cəmiyyətin gümanından apara bilərdi. Polis və manifestantlar arasındakı münasibət uyuşma və anlaşmadan uzaq idi. Amma bu miting 1993-94-cü ildəki kimi amansızcasına dağıdılmırdı və müxalifət mirzələrinin yazdıqlarında nisbi həqiqət olsa da, döyülmələr və çıxışların yatılması faktları barmaqla sayıla bilərdi. Bu dəfə polis Əli Kərimovun cibinə qumbara atdığı zamanlarda olduğu kimi qaba ləpir buraxmır, bacardığı qədər diplomatik davranmağa cəhd göstərir, hətta özünün döymə azarını öldürmək istərkən belə qarşısındakını provokasiya törətməyə təhrik eləyir, bundan sonra ona nail olur, xülasə kənardan müqəssirə o qədər bənzəmirdi. Onun şəhərin müxtəlif güşələrində əl və dəyənək qaldırdığı izdiham tərkibləri isə polisin öz səlahiyyətləri çərçivəsində hərəkəti kimi təhlil edilə bilər. Polis və mitingçilərin münasibətində qarşılıqlı etimadsızlıq var idi və həmin gün hər şeydən təbii, məhz elə bu fakt gözə dəyirdi. Ancaq mitingin içərilərinə mülki geyimdə yeridilmiş polislər həm hadisənin içində, həm də kənarda olduğundan özünü inamlı aparırdı. Mitingə bir neçə gün qalmış müxalifət mirzələrinin mitingə icazə verildi və bir də ağzı nədə icazə verməsin məntiqi ilə rejimə düşük bir acıq verdisindən sonra polisin davranışı əslində aydın idi. Əvvəla mitingdə adamların sayının nəzərə çarpacaq dərəcəyə çatması həm də Yevtushenkonun həmişə ikrahla adını çəkdiyi icazəli cəsarətlə bağlı idi və meydana çıxanlar bələdiyyənin icazəsindən artıq xəbərdar idi. Yəni bu mitingin icazəli olmayacağı təqdirdə vəziyyətin hansı şəklə düşəcəyi kifayət qədər aydın cavab dikte eləyir. Polisdən bundan artıq nəzakət tələb etmək elə bu polisə Tahir Kərimlinin xalqın tərəfinə keçində etdiyi müraciət qədər qəribədir. Yeri gəlmişkən, orduya və polisə bizim xalqın və ya Sitsuğun tərəfinə keçindəyə provokasyon xitabla rəsmilərin təxribatçılar dəftərinə asanlıqla düşmək olardı və görünür burada da mitingin icazəliyindən doğan cürət əhəmiyyətli rol oynayıb. Əgər mitingə çıxanlar sərbəst buraxılmağa, rejimin bütün bu xovları açıb boşaltması kimi baxırsa, bu köklü yanlışlıqdır. Belə olmasaydı, daxili işlər orqanları mitingdən sonra göz yaşardıcı tüstü ardıcı gedib ADP-nin həmsədri Sərdar Cəlaloğlunu yaxalamazdı. Və bu yaxalamanın ardınca ola bilsin ki, daha ciddi siyasi ifşalar kompleksi gələcək. Hələ hər şey irəlidədir. Meydana çıxdıq və daha bir dərsi təkrar etdik. Biz siz Azərbaycan dilin qrammatikasından, onun sayı kateqoriyasından danışdıq. Sayılanların qüruru və sayanların nayala şəhadət barmağının şahidi olduq. Kələki, matadron, belə çıxır ki, Azərbaycan dilində siyasiləşmə perspektivindən məhrum bircədən olsun toponim yoxdur. Ona görə də biz sizə köhnələri saymaq kimi maraqsız əyləncədən bezikib, bir qədər də təzələri saymağı, birdən saymağı başlamağı tövsiyə edərdik. Belə də başlayın. 1, 2, 3, ta növbəti dərsə dək. Bizim vaxtımız gəldi. Sağ olun, dərsə gecikməyin.